Sən toya gedirsən ki, pulda yazdırasan. Yox, ona deyir. Sənə deyir. Sənə deyir. Yox, sizə deyir. Mən dedim. Deyirəm, sən toya gedirsən. Toya gedirəm, müğənni kimi getmirəm də iştirak. Niyə müğənni var? Ailəndə müğənni var. Ay yox, şey kimi, qonaq kimi. Qonaq kimi deyir getmir. Hədə, mən elə dedim. Toylara gedirsən. Niyə yazırsınız sözünü? Kimin toyuna gəlməyib, onu deyir. Sözdə adamdır. Hansı toya getməmisən? Biz barışmamışsınız siz. Məncə də. Sən Allah bir məclis olub çağırmısan gəlməyib 100%, ha? Yox. Olmuyor. Bir-birinə barışmamışsınız. Ben niyə elə dediniz? Hadi dedi də ürək elə. Səbəb xeyr, elə deyil. İfaya toy ifası dedi. Ona görə o bilmədi nə dedi. Mən də o sözün qabağında sözü. Nə əlaqəsi var başdandır? Sabahınız xeyir olsun. O bir qız bürcüdür. Xatırla məni, birincisi toyda oxunan bir mahnı deyil. Mariyada oxunur. Məsəl üçün, yəni toy mahnısı deyil. Bu Bağda gül oxunmadı, bu Leyli oxunmalıdır. Bahar fəsli gəldi oxumadı. Yəni Maral oxumadı ki. Nə dəxli var? Yox. Maral oxuyanda nə olur ki? Ağıllı kişi xanımın qarşısında susmalıdır, mübahisə eləməməlidir. Yox, yəni dediyiniz sözün niyə Aynur xanımın belə xətrinə dəydi, mən də başa düşmədim. Səbəb nədir sizcə? Vallahi bilmirəm. Aynur xanım. Bana toyla əlaqələndirdilər. Yəni toy mahnısı hesab edirsən oxuduqlarını. Xeyr. Nə oldu? Bəs nə oldu? Niyə dəyişdin bunu? Nə dəxli var? Toyda oxunan mahnı adil mahnı oxunmalıdır. Başqa mahnı oxunmur. Xalq mahnısı oxunmur toyda. Canan, bunu biz demədik, sən Bax, dedin. xoşbəxt evliliyin sirri budur, gördün. Mövzunu dəyişək də, xahiş edirəm. Canan dostumuz özü Aynurla toyuna dost olublar bizi. Elə olmadı. Burada nə var bəyəm? Sən Allah, o deyəsən o klip çəkişində nəsə mən bilsən, toy sözündən, çıxır. mən toy sözündən ümumiyyətlə xoşum gəlmir. Çünki El şənliyi. yeganə müğənniyəm ki, mən deyərdim, öz yerimə danışıram ki, heç vaxt toy bazarını sevməmişəm. Camaat toy üçün ürəyə gedir ki, getsin, toy olsun. Bu ətrafımda olanlar bilir ki, mən həmişə toydan qaçan bir müğənni olmuşam. Ona görə də bugün 3 ay konsertsiz. Yəni pulunuz Çünki toy yoxdur bazarını dağdakı bir... sevməmişəm. Yeganə müğənni mənəm. Sən mi deyim? Toy deyəndə niyə xətriniz ərdəydi? Çünki deyirəm də, mən... O məni özümdən. Getdi, artıq dedin, getdi Kənan. Yəni eşitdik. Yaxşı, sağ şirtmə. O şeydə deyir. Vallahi hələ tək hər bir yerdə toy abu havası olsun. Vallahi. Burada nə var bəyəm? Toy bizim adət ənənəmizdir. Səhv başa düşdü, yəni Aynur xanım deyirsiniz. Bilmirəm, mən səhv heç nə demədim, səhv başa düşsün. Mən nə demişəm? Hər özünün niyyətinə görə. Yox, çox da qabartmır. Prosta mənim xətrimə də toy şeylə bir toy. Xətrinizə dəydi amma. Biz verilişdə otururuq. Xətrinə dəydi xanımın. Nə deyə bilərsiniz Kənan əmim? Mən qarışmıram. Yəni yaman könlümə düşmüsən. Bir şeirlə könül ala bilirsiniz Kənan əmi. Yox, şeir yalancı bir şeydir. Şeir. Hə. Doğruçu nə var? Mövlana deyir ki, şairləri sevməyin, sizə şeir yazmaq üçün sizi tərk edər. Amma məqsədim mən burada kiminsə xətrinə dəymək olmayıb, özü də Aynur xanımın və toy sözü əgər kiminsə xətrinə dəyibsə, onda heç bir şadlıq şeyləri olmasın. Yəni də toy sözü xətrimə dəymədi. Dedin elə bil toyduyuq, belə dedin. Bu sözü. Nə deyim, elə bir yastayıq. Yox, biz verilişdəyik. ATV kanalının verilişindəyik, səhər verilişində. Elə bir verilişdəyik. O qane eləyir bu söz. Bəli. Tamam, elə bir verilişdəyik. Verilişdəyik də. Yox, ben bir söz dedin, xətrinə dəydi. Mən o deyiləm, mən başım bura. Yox, mən başqa söz deyirəm. Ben indi könlünü almaq üçün nə deyə bilərsən? Yox, mən könlünü dəyəməm. Dedi ki, verin. Mən könlünü niyə alırım? Gitmək istəyirəm. Necə? Səbəb? Səbəb, bəs deyir ki, mahnı ifa elədim. Aha. İcazənizlə. Səbəb. Hara gedirsiniz? Niyə ya? Hə? Niyə? Belə yaxşıdır bir məsələ. Yox, biz heç bir şey demədik, yaxı siz Mən gedəsiniz. demirəm ki, sən nəsə dedin. Canan əmimin sözünə görə Canan gedirsiniz. yox, sözə görə deyil, sadəcə olaraq üzrlü sayın. Tövbə, Sağ olun. Aynur Ay, xanım. deyil, bildim zarafat eləyir. Gəlin belə eləyik. Bəlkə markada Bir biraz... dəqiqə. Siz burada yo qalmaqal əsla eləmədik ki biz. Gəlin bura. Yo, bir dəqiqə. Xahiş edirəm. Yo, mən elə bildim, valla zarafat eləyir deyəcək ki, mən Kənanı çıxın. Gəlin, bir dəqiqə o mikrofonu ver. Bir yan getməyin. Mən də bilirəm. Bir dəqiqə. Yo, bir dəqiqə. Qalmaqalla gündəmdə qalmaq xoşuma gəlmir. Yəni burada baxırsan ki, gedir də ora doğru Yox, gedir ona görə də. sözün əsl mənasında Kənan əmim sizinlə qəlbinizə dəyəcək bir söz demədiniz. Yox, Kənan sözünü ümumiyyətlə görürəm ki, o deyildi. O hava başlamır, ona görə də sakitcə getmək
Yaxşı, gəlin məndən. Siz verilişi davam eləyin. Gəlin məndən. Kenan, mən neynədir? Siz verilişi davam eləyin. Davam eləyin. Yəni, məncə Zaur, Aynur xanımın, biraz Aynur xanım kövrəkdir. Bayaq gələndə də kövrərdi. Kenan əməyim fikrini səsləndirdi. Elə bildim toyda. Kenan, çox belə... Mən yenə də deyirəm, elə bildim ki, toydayım, toy hava-havasında. Nə bu toy nə? Toy pis şeydir. Toy pis şeydir, Rüfət. Yox, hamımız narsu toy. Çoxdan da mahnı zad eşitmirik, belə abu-hava eşitmirik, elə bildim toydayım. Hətta burada xoşuma gəlirdi. Bəlkə deyiliş tərzinə görə incidir. Aynur xanım hər zaman deyir ki, mən toy müğənnisi deyirəm, mən səhnə Kim Aynur müğənnisi. xanıma toy müğənnisi deyir ki, ay başıva dönüm. Səhv anlaşma oldu sadəcə. Yox, Kenan... Səhv anlaya bilərlər, amma mən heç səhv eşinə danışmam. Yəni, bəlkə ola bilər deyiliş tərzi biraz Yox, ola bilməz, mən kobud deyiliş oldu. tərzim belədir. Yox, mən kobud insan deyiləm. Deyilsiz, hə? Deyil. Çünki onlar oxudular həvəslə, hətta biz xahiş elədik ki, biraz buradan da işə, biraz ritmik oxuyun deyə. Allah, 25 ildir mən bu insanları tanıyıram. Aha. 25 ildir bir-birimizi görəndə yolun otayına keçib, qucaqlaşıb öpüşdük. Burada inciməli işlə yoxdur. Ola bilməz. Nə, ola bilər, O bəlkə fondakı Aynur musiqidən Dadaşova, yığışdırın, bəlkə bu nədir? illərdir tanıyırsınız, bəlkə xasiyyətini tuta bilməmisiniz. Çünki Öyle dərindən tanımıram, sadəcə tanıyıram. Yəni gedir yəni, Ümid deyir ki, bəlkə Kenan gedib könlünü alasınız. Nə danışsa, mən kimin könlünü qırmışam könlünü alım. Bir də kimsə mənə görə gəlmir ki, mənə görə getsin. Verilişdir, mən kiməsə görə gəlməmişəm. Siz çağırmısınız, mən də gəlmişəm. Yəni bir bəy olaraq, bax, Zahir bayaqdan başa salmağa çalışır, amma Ümid deyir ki, faydası yoxdur, getmək istəyir. Mən istəmirəm Aynur xanım getsin, yəni sadəcə mən buranı tərk eləyə bilməm. Mən də istəmirəm getsin. Burada bir aparıcı qalmalıdır. Zaur qayıdır, görək nə deyəcək. Yalçın, bəli, bu bizim gözləmədiyimiz bir şeydir. Özü gülə-gülə, o xasiyyəti odur. Gülə-gülə incidiyini heç bildirmədən, bir də baxdıq ki, çıxdı, getdi. Zaur, nə oldu? Yəni, mənə də əslinə qalsa, mən hər zaman bir söhbət olanda üstünə daha çox gedən adamam. Bunu bəlkə tamaşaçılar hiss edib, amma sözün əsl mənasında burada Kenan əmim bir şəxsin durub buradan gedəcəyi qədər ağır bir söz demədi. Axı onun belə deyək, olmazsa olmazıdır. Mən toy müğənnisi Olmazsa olmaz deyiləm. nə deyir? Gedib harda pul qazanır ki onsuz? Qazanmır Mən axı, hardan deyir, bilim mən toylara kiminsə getmirəm. olmazsa olmaz. Ki, şəxsə heç nə deməmişəm ki. Yox. Demişəm ki, elə bildim toydayım da. Nə var toyda olmam. Siz bəlkə Kenan təzə gəldiniz. Bu bir xanımdır və durdu oxudu və sanki toydayam ifadəsi ola bilər, onun acığına gəlmiş Mən ola bilər. filosofam. Onu necə Fəlsəfə elmlər istəyirsən? doktoruyam mən. Yox. Kənanda mən düşünmürəm burada bir yanlış var. Mən Aynur xanıma da dedim. İndi Pəna Aynur xanımla danışır bu dəqiqə, bizim Pəna Eldaroğlu. Və qəribə gəldi, getməməli idi. Və sən də onun dostusan, Yalçın. Niyə getdi səncə? Məncə çox xətrinə deyildi Aynur xanım. Çünki o dostluq var axı, könlünü Kənan bəy də qismən demədi. Yəni səhv anlaşılmazlıq olub. Mən nə demişəm ki, Yəni incidiyini gördünüz də, heç olmasa İncisin getməməsi indi üçün. mən neyim? İndi incimə Aynur xanım. Onda Rüfət də dursun getsin, onda cəmaət də dursun getsin. Burada nə var? Onda mən də durum gedim. Siz mən də durum gedim. Yox, niyə gedirsən qardaş? Mən Getməyə gəlmişik bura. Yox, hara gedirsiniz? Bu məsəl ki, Rüfət Aynur xanımın könlünə dəysəz, hansı sözünüzlə küsüb getsə, niyə yeyəcəksiniz burada siz? Elə dayanacaqsınız, yoxsa könlünü almağa çalışacaqsınız? Aynur xanım bizim xarakterlərdən əzizimizdir. Adam deyir əzizimizdir. Ay sən anlaya bilmədiyin yer 10 milyon oradır. insan baxır bizə. Qadındır burada, incidirsə. Qadın da o sözdən inciməməli Yəni idi. incidir də, indi incidir. Özünə görə haqlar var, səbəbləri var. Şokolad Sifariş elədi. Sifariş elədi. Yəni Aynur xanım, Məncə Pənah rastlanmağa mən çalışsın, qayıtsın. Kənan əmim bir sual verim. Gedib söhbət eləyə bilərsən yoxsa yox? Dedim də, deyir Yəni getmirəm. burada bir dəqiq bilirsiniz necədir? Bu boyda insanların qabağında xahiş elədik, qalmadısa, kamera kənarında deyəcəklər görəsən nə dedi ki, qaldı. Yəni hər şey burada olubsa, burada da bitməlidir. Bəli. Onda Yalçın Çünki gedir Bəlkə mənə söylədilər Get fikrini sən dəyişdirə rastlanmağa bilmirlər. çalışsan. Bəlkə sən yardımcı olasan bizə. Biz Həm verilişdə dostu çıxa kimi, bilmirik. həm bizim dostumuz kimi. Tamam, gedin Yəni görüm. Çünki mən efiri tamamilə tərk edə bilmirəm. Mənim Aynur xanıma çox mən böyük sizə bir söz hörmətim deyim. var. Bəli. Əgər məsələ bu yerə çatdısa, belə durub getməklər falan vardısa, Mən birinci dəfə daha bizim verilişdə kimsə yox, belə durub getməklər falan vardısa, yəni bu gedişdən sonra mən qayıtmazdım. Ha. Bəli. Qayıtsa, yəni münasibətiniz könlünü necə alaraq. olar? Münasibətimiz korlanmaz. Yəni belə siz gedişlər də, ayrılıqlar da ağır olmalıdır.
Durub getməklərdən. Yəni getdim, gəldim. Yox, bilirsiniz. Mən nə dedim ki, sən getdin? Yox, o ola bilər ki, o bir qadındır. O həssas ola bilər. Bax, bundan öncə övladına Hətta görə gözləri biraz dolub deyir gözləri orada. doldu. Sevgidən danışdıq, gözləri doldu. Ay, başla Yəni, bir dönüm, çox- kiminsə Bəlkə də bu gözü sözdə dolacaq. onun- Mən nə dedim? Məncə də. Kənan, Bura efir deyə biz burada Məncə də nədir? Mən Kənanın ağzımızın doğru danışığını olduğunu bilirik. düşünürəm. Mən nə dedim? Dedim elə bil ki, toydayım. Toy ababası gələn. Nə deyim elə bil yasdayam. Yox, yəni Bunu ən istəyirsiniz? azından biraz könlünü almağa Yox, çalışarsan. könlünü alması almağa bir söz deyilməyib yəni. Adam da dedi ki, nə deyirsən onu deyirəm. Durmamışam axı könlünü Axı, bax, almağa. o söz Rüfətin xətrinə dəyməyə bilər, amma Aynur Dadaşova deyir ki, mən toy müğənnisi olmamaq üçün əlimdən gələn Toy edirəm. müğənnisi dedi ki ona. Toy müğənnisi demədi. Dedi Toy, elə bir bu toydayam. bizim xalq artistlərimiz də toya gedir. Toy müğənnisi deyə anlayışı yoxdur. Elə bir şey Məncə yoxdur. ifadə ola bilər onun xətrinə. Mən haqlı deyilsən demirəm. Əvvəldən Sadəcə ifadə ola bilər onun. Münasibətimiz hər zaman normal olub da. Əlbəttə normal olur. Bəlkə yəni biz bilmədiyimiz bir inciklik olub biz. Yox, hər şey qaydasındadır. Bura, sən Gəncəmizə salamlar. Elə bildim toydayam, durdum pul yazdım. yenə də eyni sözü deyirsən. Sən Allah istəyən Rüfət Ağundov Allah haqqı yox, elə biləm toydayam. Rüfət Burada nə Ağundov var ki? olan abu-hava toydur da. Burada Yox, nə niyə var ki? durub Nə pul deyim, elə yazdıraram bildim biraz? cümə axşamındayam. Yox, niyə ki, Hələ gözəl mövzuda bir yox. rəngarəng səhər şousundayam deyə bilərsiniz də Kənan. Niyə yenə o söz Şou görmədi bəlkə toy gör də. Görmədim, şurada. Mən sevindirim də sizi. Səhər yeməyə gəldiyində hər şey düzələcək. Yo, mən Yox, inanmıram ki, Səhər o yeməyi Kənan əmim Aynur xan burada olmadan yesin. Yox, mən ümumiyyətlə canlıda yemərəm axı. Onda reklam zamanı olmayan var. reklam Yəni bir zamanı var. yumurta. Yumurtanı da əlindən göstərsən, amma bilirdə yumurta nətərdir. Yəni O Cem Yılmaz deyil, ortaya bir salata. Yəni Yox, ortaya bir Kənan. salat, ona Ay, bənzədim Kənan. mən. Tamaşaçılarımız əgər bayaq bizi izləməyənlər var idisə, mahnı zamanı görürdünüz arxada. Hələ də Aynur Dadaşovanı razı salmağa çalışırıq. Bax, Kənan buğa bürcüdür. Və Neyini Kənanda ələyir? qəribə bir xarakter var. Mən deyirəm, biz gətirə bilmirik qardaş. Tamamilə etiraf edirəm sənə. Hətta getmək istəyir, ancaq orada saxlamışıq. Heç ki, olmasa qapını da örtüblər getmədik. buraxmamaq üçün. Bax, Aynur xanım oradadır. İndi o bizim səsimizi eşitmir. Amma bütün tamaşa... Bir dəqiqə. Bəli. Bir dəqiqə. Mənim 47 yaşım var. Bəli. Əgər sizin hamınızın məqsədi mənim durub Aynur xanımın yanına gedib onu gətirməkdirsə, əslində mən bunu eləyə bilərəm. Amma belə üstümə gəldiyiniz Yox, biz gətirmirik bunu deyirəm. heç vaxt eləməyəcəm. Mən eləmirəm. Və Aynur xanımı, bax yenə də xanım deyirəm. Aynur xanım mənim əzizimdir, illərdir dostumdur. Bəli. Mən yanlış heç nə söyləməmişəm kimsə yanlış anlasın. Hər kəs necə algılayırsa elə anlamaq istəyibdir. Sənətinə, şəxsiyyətinə, özünə böyük hörmətim vardı. Amma ola bilər- Mən buradan durub Heç ara getmə, mən onu istəmirəm. Yəni mən Yox, Kənan, Yox, mən onda siz qarşısına yaxşı gəl- dost deyilmişsiniz də, belə başa düşürəm. Əziz o da Deyil ola yəni. bilər. O da ola Yəni, bilər. çünki dostun zarafatından Zarafat incidirsə, eləmədi o. ya Əzizim, ya dost zarafat deyil. eləmədim. Elə bildiyim toy abu-havasıdır. Amma Bundan durub gözəl pul nə ola yazdıraram bilər? ifadəsi də arxasınca xətrinə dəydi də yəqin. İndi yaxşı yazdırmaram. Elə bildim toydayam amma pul yazdırmaram. Belə qane eləyir. Bu nə deməkdir? Bu nə məntiqdir? Mən açıq deyim, Aynur xanımı çox istəyirəm, həddindən artıq çox istəyirəm və illərdir Yəni baş verən heç bir şey mənim Aynur xanıma qarşı olan münasibətimi dəyişə bilməz. Bəli. Yəni sən o xanım sadəcə mənə olaraq- heç nə eləməyib. Öz fikridir, özü durub gedib mən nə edə bilərəm? Kənan, bax haqlı ya da haqsız heç önəmi yoxdur. Tam haqlısan, bir xanım səndən incidir. Heç geri addım atmırsan? Yox. Bax elə belə şeylər bəyləri bu günə qoyur. Nə günə qoyur? Xanımdır da üzr istə. Niyə? Üzr istə demirəm mən. Yo, vəbşə ümumiyyətlə deyirəm. Niyə? Xanım özünə görə şəxsiyyətdir, kişi də özünə görə şəxsiyyətdir da. Yox, könlünü almaqdan gedir söhbət, üzr istəmək. Könlünün Aynur xanımın könlü ilə bahadır ki, mənim gücüm Can, çatmaz. ay gün, sən nə çəkirsən o evdə, ay gün. Yox, baxın. Kənan bəyin xanımı da müğənnidir, ifalar eləyir. Bizim verilişdə də qonaq olub, bu verilişdə yox, əvvəlki idarə etdiyim Amma verilişdə. sən başa düşürsən, sən mi başa düşmədin? Bəs onu deyirəm ki, onun xanımı da oxuyur, mahnı oxuyur. Yəni, hamımız da tanıyırıq, çox dəyər veririk, hörmət edirik sənətinə də, şəxsiyyətinə də, efir vasitəsilə də salamlayıram. Başqa mövzunuz yoxdur sizin. Yox, bunu anlamaq Gəlin belə elək. Biraz, bəlkə, nə düşünürsən? Yalçınla Aynur xanım, getsin. siz getdiniz, amma mən verdiyim sözün üstündə duram. Sizin bax, şokoladınız da buradadır, yumurta da gəlib, banan da gəlib. Telefon zəngimiz var, Aysel, alo söylə zəhmət Alo. olursa, mən gedirəm, onu gətirəm. Alo. Sabahınız xeyir olsun. Kimdir bizə zəng edən? Alo, Hüseyin bəy?
Hüseyin bəydir sizin narahat edirəm. Dedi ki, biz həqiqətən rəngarəng gedir. Amma belə Bugün biraz çox rəng olmasını istəmirik. Bir tamaşaçı kimi. Aynur xanımı da çox istəyirik. Kənan bəyə də hörmətimiz var. Rüfət bəyə salamlayırıq. Hüseyin bəy oldu adı. Hüseyin bəy, sizcə kim düzlüydü? Bir xanımın qəlbinə o tonundan dəymək olmazdı. Dəymə də sən. Dəyməz. Yəni, məncə Kənan bəy bu mövzuda haqlı deyil. Hüseyin bəy. Hüseyin bəy, belə söhbətlərə gedirsiniz. Necə? Belə söhbətlərə gedirsiniz, kim haqlıdır, kim haqsızdır. Mən başqarıb şeyəm, mən... Yox, biz tamaşaçıların fikirlərini hər zaman hörmətlə yanaşırıq. Hüseyin bəy, nə olmasını istəyirsiniz? Yaxşı, onu deyin. Necə? Deyirəm, burada hadisələrin necə cəryan etməsini istəyirdiniz? Aynur xanım qayıtsın, qayıtmasın. Aynur xanımın ifalarıyla davam eləsə daha rəngarəng olar. Olacaq. Çox, Gəl verilir. onun Kənan Emem də eyni fikirdədir. Hüseyin bəy, zənginiz üçün də çox sağ olun. Təşəkkürümüzü bildiririk. Bəlkə Kənandan bir şeir eşidək. Hə, Kənan. Bu havada. Deyəcək, Bu bananı yumurta nəyə gətirib mənim qabağıma qoydum? Sən mənim harama baxanda düşünə bilirsən ki, mən burada banan yumurta yiyəcəm. Yox, istədin deyə gətirdim. Mənə səhər ver. Mən qonaqlarıma belə dəyər verirəm. Yəni ki, burada da istəyirsən. Başqalatı da çayla içə bilərsən. Aynur xanımın da, amma Aynur xanım görəsən Allah'lıq verir. Yeməyənin payını yeyərlər. Kənan, məncə... Bu gün nə baş verir? Bayaq Aynur xanımın tərəfindəydin indi. Yox, yəni o barədə... Gedək. Aynur xanım gedək. Gəlin belə, məncə. Mən açıq deyim, mən getdim və gətirə bilmədim. Və Zaurun gətirə bilmədiyindən... Mənim gücüm çat. Biz sığmırıq bura, mən gedim Aynur xanım gəlsin. Ciddi deyirəm. Yox, əsla. Onu eləyərəm. Yox, Kənan. Valla da oradan Kənan. Bir dəqiqə bir söz deyim. O söz bir kişi olaraq mənim xoşuma gəlmədi. Aynur xanımı o otaqda saxlamaq. Yox, buraxmamaq. Tamam, pis şeydir. O Aynur xanımın yeri buradır. Bəli. Gəlin belə bir təklif eləyim sizə. Yəni, durub getmək nə var ki, mən də durub gedirəm. Yox. Yəni, həyatımızda səhv edən bütün insanları həyatımızdan çıxarsaq, axırda biz səhv tək qalarıq. Çünki biz özümüz də səhv eləyən bir məxluqadıq. Mən də durub gedərəm, qalarsız, belə sıxıcı olar. Ona görə də Aynur xanım gəlsin bura. Əgər mənimlə bir verilişdə olmaq istəmirsə, mən gedə bilərəm. Yox. Tam səmimi deyirəm. Aynur xanımın elə bir iddiası yoxdur, mən Kənanla olan yerdə olmaq. Demişəm, deyəcəm, mən Aynur xanımın studiyanı tərk edib gedəcəyi dərəcədə ciddi bir şey demədim. Hamımız bunu bilirik. Aynur xanım, eşidirsiniz o Hamımız bunu bilirik. Bəli, sözsüz. Yəni, kimin xətrinə dəydi, dəymədi, burada əsas niyyət önəmlidir. Bəli. Düz deyirəm. Şərt niyyət. Mən də niyyətimi bilirəm. Güzgüyə baxanda rahatam, vicdanımda rahatam. Məncə bu etirafı eşidir oradan. Baxın, kim haqlıdır, kim haqsız söhbəti etmirik burada. Sadəcə istəyirik bu gərgin an burada bitsin. Onlar illərin dostudur. Bizdən asılı olmayan səbəblərdən biraz bir gərginlik yaşandı. Amma Aynur Dadaşovan bayaqdan nə mesajlarımız dayanır, nə zənglərimiz dayanır. Hamı deyir geri qayıtsın və... Musiqinin səsini alaq zəhmət olmasın.
Mən dünən sənətə gəlməmişəm, dünən sənətdə deyiləm. 35 ilə yaxındır ki, mən bu sənətdəyəm. Hər kəs məni tanıyır. Azərbaycan Dövlət Televiziyasından başlamışam bu sənətə. Yəni mən buradan demək istəyirəm, mən Kənan sözündən bilsiz niyə inciyirəm? O Qulu Əsgərov kimi sənətkarların mahnısına toy mahnısı deyir. Bax, birincidən diqqətlə qulaq asardı ki, hansı mahnılar ifa olunur. Əgər, yenə deyim, Laçından zəng gəldi. Və orada çoxlu SMS-lər oxudu. Və bir də oxudu. kanalın özünə hörmətsizlik etməyərək, mən yenə də deyirəm, yenə də tamaşaçılarıma, məni sevən insanlara qarşı o hörmətsizliyi etmək istəmirəm. Mən buradan dayanıb mahnımı ifa edirəm. Sizlərə danışma. Bax, bir dəqiqə sözlə. Hamınıza dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Yenə deyirəm, mən qalmaqalda... Danışma. Danışma, bir dəqiqə. Bazar, bir dənə söz deyim. Qalmaqala mənim ehtiyacım yoxdur. Çünki kütləm var mənim, məni sevən o qədər insanlar var ki, o sözsüz ki, mən dedim, sözdə danışıqdan keçər. Onda bir dənə xahişim nədir? Bir dənə qulaq alsın. Musiqini verin mən çünki istəmirəm. Tamaşaçılar eşitsin məni. Bir dəqiqə. Yenə də deyirəm, valla, yenə də buradan deyirəm, həmişə mən xanımlar, yaşda böyük olan insanlar, mən siz niyə görə zar hörmət eləyib ki, bir eləyəsiz, sonra danışıq, istəmirəm, bu qədər gəl, bir dəqiqə, ehtiyacım da yoxdur. Ehtiyac heç, bəli, Aynur Dadışman, qalmaqala, çünki mən özümə dəyər verən xanımam, dəyər verən sənətçiyəm, bunu mənim ətrafımda verim, mən heç kəsə icazə verməyəm ki, bir dənə bu sözü deyirəm, Kənan, Emim, sizin şəxsinizə, xanımlığınıza, sənətinizə hörmət edəcək bir söz demədi. Mən bir dənə yox, amma qeydirəm, mən mahnımı ifa etdim və Kənan Emin bir söz dedi ki, mən onun yerinə olsam, qayıtmaram, o mənim yerimdə heç vaxt ola bilməz. Çünki mən bir xanımam, mən özümə dəyər verən bir sənətçiyəm, o şeirlər yazır, şeirlər deyir, yəni o mənim yerimdə heç vaxt ola bilməz, bu sözü də yadından çıxartmasın. Sağ olun. Yox, hara geçsəm? Bir dəqiqə. Mən hörmətsizlik eləməm. Yox, baxın. Mahnımı oxudum, axırıncı mahnımı, ona görə də qurban istəyirəm. Yox, gəl belə sağollaşma. Gəl bura. Bax, bir dəqiqə. Aycan, sən də gəl yanıma. Aynur xanım, bax, bayaqdan mən bir söz demək istəyirəm, baxın. Bir dənə söz deyim, siz xahiş elədiniz, yəni bu qədər də şey eləməyəndə, böyütməyəndə xahiş eləyirəm. Dedi, gəldim, hörmətsizlik etmədim, mahnımı ifa etdim, çox gözəldir, hər şey mükəmməldir. Mən özümə dəyər verənəm, mən heç vaxt istəmərəm ki, yəni də deyirəm. Sizi dəyərsiz eləmədi. Özü də, məsəl üçün, 5 dənə dostu varsa, oturanda o dostlarından soruşar ki, nədir, neyini? Yaş, onu da gör. Getməyin, belə getməyin, biz sağ olaq. Öpürəm sizi. Belə verilişlərimiz daha da çox olsun, baxımlı verilişimiz, hamınıza uğurlarımız çox olsun. Mən buradan bütün hər kəsə demək istəyirəm ki, sənətdə olan insanlara, verilişlərə gələndə, yəni hər bir ağzınızdan çıxan kəlməyə fikir verin, diqqət verin və qarşınızda oturana fikir verin ki, kimə hansı sözü demək lazımdır. Yəni bunu o dərəcədə. Sağ olun. Yarın verilişindən belə hansısa bir qonağımız çıxdı getdi və çox təəssüf eləyirəm. Mən Aynur xanıma çox rica etdim ki, gəlsin mahnısını oxusun. Yəni böyüdü çünki söhbət. Getməsəydi bu qədər. Yalçın, Aynur xanım həyatında nə yaşayır? Yəni bəlkə həyatının bir həssas məqamıdır ki, bir dostunun dediyi söz onun bu qədər xətrinə dəydi. Vallahi Aynur xanımın həyatında hər şey qaydasındadır, işinə gedir, işindən o gəlir. evlilik təklif edən insan var ya, o insan gözləyirdi bizim zəngimizi ki, burada bir daha bu evlilik təklifini söyləsin. Bu rubrikalarımız, oyunlarımız, hamısı bugün bu söhbətə Nuş olsun Kənan Ümüm, deyəsən yumurtanın birini yemişsiniz, banan da yemişsiniz. Hələ banana Ayd zarafat da elədi. Elədim ki. Deyim efirdə. Deyim hanım. Deyir ki, meymun bananı niyə sol əlində tutur? Deyirəm, bilmirəm, niyə deyir, gedib başqa meymundan soruşaram. Dedim, çox sağ ol, zarafata gəlir. Dur, get.
Yəni Kənan Əmimin belə bir zarafat elədiyini bilirdik, amma sənin niyə bunu təkrar elədiyini heç anlamadım. O da var. O da var hələ. Qadınların yeganə problemi nə istədiyini bilməmək. Aynur xanım getdi, belə deyək. Biz onu çox istəyirik, tamaşaçılar da onu çox istəyir. Burada heç kim onun xətrinə dəymək istəmədi. Kənan belə dəfələrlə dedi ki, niyyətim buydu. Amma xətrinə dəydi və hörmətlə yanaşırıq. Mən bir daha söyləyirəm. Kənan Əmim, inanın, səhv olsaydı əgər, bir, imkan verməzdi bu yerə qədər gəlsə. İki, mən belə dönüb deyərdim ki, illərdir Kənanı tanıyıram. Kənan, bir xanıma qarşı buna hörmətsizlik eləyirsən. İnanın, mən düşünmürəm ki, elə bir hörmətsizlik elədi. İndi sənin fikrin başqadır, bilirəm. Amma qorxuram. Niyə? Qorxursan? Əzizim, məsələyə qadın tərəfi, kişi tərəfi ilə baxmayın, məsələyə insan tərəfi ilə baxmayın. Baxın, insan tərəfi, mən burada neyə fikir, mən insan tərəfindən niyə ümumi mövqe bildirəmirəm? Çünki mən düşünürəm ki, həqiqətən də xətrə dəyəsi bir cümlə yox idi. Sadəcə olaraq. Sadəcə olaraq. Yox. Nöqtə. Sadəcəsi var axı. Yoxdur. Nöqtədən sonra sadəcə gələ bilməz. Axı dostu, axı o bir xanımdır. Yəni ona görə mən onu deyirəm ki, yəni nə olsa tamam da, belə dedim də qalsın da, dəydi. xahiş elədik də. Aynur xanımın maşınının açarı burada qalıb, ha? Tamam, mən aparıb verərəm. Bu açarı verin Aynur xanıma. Mən Aynur xanımı çox istəyirəm, ha? Bir daha təkrar söyləyirəm. Sadəcə olaraq Aynur xanım gəlib ifa etdi, oturmalıydı düşünürəm. Oturmalıydı düşünürəm. Anladım. Bax, mən Aynur xanım dostumuzdan neçə Bəli, dostumuz var. hamımızın dostudur. Düşüncələr, fikirlər müxtəlifdir. Mənə görə şəxsən heç bir şey yoxdur da. Kənan bəyə görə yoxdur. Rüfət bəyə görə yoxdur. Aynur xanıma görə var. Aysel xanıma Ona görə görə də var. düşüncələr fərqlidir. Sən necə jurnalist olaraq, buradasan da, biri var ekrandan baxırsan, biri var buradasan. Adam.